Axşamınız xeyir olsun. Land Cruiser. Burada oturacaq, tikiləcək indi. Əslində tikilik. Çox adam, belə deyim ki, ucuza allanıb qaçıb tikdirirlər və sonradan beləncik sərgəsiz işlə rast gəlirlər. Verdiyi məbləğ də nə göz önündə deyil, nə də ki, görülən iş də səliqəli deyil. Görürsünüz, necə bərbad tikişlər, heç söz yeni deyil. Əyri gedir hamısı da. Gördüyünüz kimi görsədim sizə. Necə əyri-müyri gedir hamısı. Bax belə. Bax belə. Yəni demək istəyirəm ki, çox adam ucuz işə allanır, qaçır ucuz yerə. Yəni demək istəyirəm ki, o ucuzla, yəni sərgəli işin arasında elə çox fərq olmur. Yəni ki, az miqdarda fərq olunur deyinə, çox adam qaçır ucuz işlərə gördürməyə. Yəni ki, ucuz iş beləncə olur. Göstərdiyim kimi tələsik. İndi mən sizə öz tikdiyim sol göstərəcəm. Baxın. Tikişlərə baxın. Qaçan yer yox, əyri deyil. Hamısı da sərgəli. Axıra kimi də gördüyünüz kimi axıra kimi göstərdim necə sərgə gedir. Bu arada çatdırım ki, bu oturacağın orta deşlisi, teksturası, yəni çox adamda yoxdur. Yəni ümumiyyətlə beləncə kataloq yoxdur, beləncə deşli gəlmir. Bunu ancaq biz deşirik. Deşirik və tikirik sərgəlimizdə. Onu da ki, bu aparat vasitəsilə deşirik. Bu aparatdan yalnız bizdədir bir dənə. Görürsünüz. Bunların hamısı görürsünüz deşilib, hazırdır. Bu aparat deşir. Qabaq oturacaq. Sərgəli, tikişlər sərgəli öz qaydasında. Kürək. Qabaq kürək. Qabaq kürək. Yəni demək istəyirəm ki, zazurlar gördüyünüz kimi hamısı öz yerindədir. Yəni ki, kim iş gördürmək istəyirsə əgər, ucuz işə allanmasın. Sərgəli, qəşəng iş istəyən insan fikirləşmir o az miqdarda olan qiyməti, məbləği. Hər işin öz qiyməti var. İndi hər şey sizin göz qabağınızdadır. Hansı iş yaxşıdırsa